Bakın ne deyir? Vəhb ibn Munebbih alimlerden birisi. Bir kişi uzun zaman ibadetle meşgul oldu. Bakın bu çok önemlidir güzel dinleyicilerim. Bunu güzel dinleyin. Bak bunu güzel dinleyin. Niye dualarımız kabul olmayacak? Olmur. Veya niye gecikir? Belki hikmeti indi anlayacak. Güzel dinleyin. Vəhb ibn Munebbih alimlerde biz değil. Bir kişi uzun zaman ibadet meşgul oldu. Evvelki ümmetlerden birisi. Sonra Allah'tan bir hacet istemek kararına geldi. 70 hafta oruç tuttu. Her 6 günden bir hurma ile iftar etti. Yani daim oruç tutur, her 6 günden bir 10 tane hurma yiyir. Evvelki ümmetlerden. Ola biraz güçlü olur bizden. Daha sonra Allah'tan istediğini diledi. Oruç da tuttu. Ama ona cevap verilmedi. O özüne qayıdıb dedi. Öz nəfsinə. Sənin günahın səndən gəldi, ey nəfsin. Niye duam qəbul olmayıb? Səndə qüsur var. Eğer səndə xeyir olsaydı, isteğin sənə verilərdi. Deməli, duan qəbul olmayıb, sənin nəfsində problem var. Ya günahlar var, ya ümitsizlik var, ya Allah sirq ürəyinə inanmayıb, abidlərdən birisi olub, sonra nə dedi öz nəfsinə? Səndə xeyir olsaydı, isteğin verilərdi. Bunun üzerine bir melek endib ona dedi, ey Ademoğlu, indi özünü qınadığın bu anların evvelki ibadetlərindən daha xeyirlidir. Ve Allah sənin istediğini kabul etti. Niye göre? İbadətinin çoxluğundan bəzən insan güvənə bilər özünə ki, gör nə qədər ibadət edirəm. Veya çok dua eləyər öz nəfsinə güvənər ki, nə gözəl dua etdim. Kabul etmez. Ama ne zaman ki öz nəfsini qınıyır, yani öz nəfsinin acizliği hissedir, deyir ki, ey mən sən aciz qulundan fağıram, dualarım qəbul olmayıbsa, günah məndədir, səhv mənim nəfsimdədir, qəlbi sınmış halda Allah'a yönəlirsə, Allah onun dualarını qəbul edərdi. Subhanallah. Ne güzel bir fayda.